Bu il ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı, Sumqayıt və Abşeronun Saray qəsəbəsində 2796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib. Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini bildirib. Onun sözlərinə görə sonuncu dəfə dekabrın 15-də Sumqayıtın Sülh küçəsindəki kompleksdə 188 mənzil təklif olunub. 2026-cı ildə isə yeni ünvanlarda tələbdən asılı olaraq mənzillər alınaraq vətəndaşlara təklif ediləcək. Vətəndaşlardan yalnız gücləndirilmiş elektron imza sertifikatı əldə etmələri kifayət olur və həmin vətəndaşlarımız öz elektron kabinetlərinə daxil olaraq öz müraciətlərini formalaşdıra bilirlər və müraciətlərini göndərən vətəndaşlara elektron sistem tərəfindən növbəllik əsasında avtomatik şəkildə görüş günləri təyin olunur. Və təbii ki, görüşdə iştirak edən vətəndaşların qəbulları Asan Xidmət Mərkəzlərində həyata keçirilir. Bugün bizim 2 saylı kommunal xidmət mərkəzində, eyni zamanda Sumqayıt Asan Xidmət Mərkəzində vətəndaşların qəbulu və məlumatlandırması prosesləri həyata keçirilir və görüş günündə iştirak edən vətəndaşların müraciətləri də ən qısa vaxtda qaydalara əsasən 5 gün ərzində qiymətləndirməsi həyata keçirilir.